Sponsorlar: Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları. İkinin beşi. Mənə bax, sən zər tutursan. Hala bir dəqiqə deyən oynayamırsan, yox zər tuturam. Nəysə, ləzzət axtarışındayıq. Bu dəfə yolumuz Aran zonasınadır. Könlümüzə bir dənə taza, belə dadlı quzu əti düşüb. Dedi bu quzunun bozartması, quzunun kababı, quzunun buğlaması. Dedi harada yeyə bilər? Dedilər ki, əgər sən belə dadlı, ləzzətli quzu əti yemək istəyirsənsə, sən gərək gedəsən Ağcabədi, Beyləqan, Bərdəyə. Sağ olsun dostlar, dedilər ki, gəlin Beyləqana. Sizin üçün bir dənə quzu ətindən, Beyləqan quzusundan ha, bir dənə yeməklər hazırlayacaq, gəl görəsən. Danışdıqca ağzım sulanır. Biz də fikirləşdik ki, yol üstü bir çay içək, dincimizi alaq, çünki məsafə var da. Elə çayın qırağında sponsorumuz Çaykanın vafillərindən yeyək. İndi ora çatana qədər azından ölməyəcək ki. Qaymaqlısın sən, yoxsa şokoladlısın, nə bilim, qaymaqlı. Yolumuz Beyləqana, ləzzət axtarışındayıq. Valla bir dənə gözəlliyə baxın. Deyirlər Aran zonasında yaşıllıq olmur. Bir dənə yaşıllığa baxın. Siz mənim canım, bir dənə buna baxın. Necə Aran zonasında yaşıllıq olmur ki, burada otlar duzlu olur deyirlər, nə deyirlər. Yəni buranın otları o qədər dadlıdır ki, quzular da onu yeyib dadlı olurlar. Biz də gəlirik bu bölgəyə, o dadlı quzuların dadına baxmağa. Və bugün də bizi hansı kənddir bura qardaşım? Gəl bura. İmam verdilər, imam. İmam verdi. Necəsiz, yaxşısınız? Yaxşı. Bizi gözləyirlər qapının ağzında. Gəlmişik Beyləqanın İmam verdilər kəndinə. Beyləqan quzusunun dadına baxmağa. Assalamun aleyküm. Aleykümselam. Hoş gelmişsiniz. Necəsiz? Qonaqlarımız hoş gelib. Sağ ol. Safa gətiriblər. Çox yaxşı eləmisiniz. Öpürəm sizi. Çox xoş gəlmisiniz. Bir tanış olaq sizdən. Beyləqan rayon İmam verdilər kəndi İmanov Ələmşah. Hoş Bizi dəvət edən Bayram qardaşımızın əmisisiz. Bəli. Bəli. Allah canınızı sağ olsun. Bəs bu həyat? Bu həyat da mənim qardaşım, canım ciyərim. Asif. Assalamun aleyküm. Hoş gəlmisiniz. Salam aleyküm. Necəsiz? Yaxşısınız? Salam aleyküm yoldaşlar. Hamımız bu Beyləqan quzusunu yeməyə yığışmışız elə bir. Bunu hiss elədim elə bir. Salam aleyküm. Salam aleyküm. Salam. Ha? Gec gəldin də Yemişsiniz yok almayıb. Nə danışın? Payını saxlamışıq. Mən Payını saxlamışıq ha. İlk dəfədir Beyləqandayam. Allah yolunu rahat eləsin. Düz yolla keçmişik, amma Beyləqanın özündə qonaq olmamışıq. Quzunun dadına bir baxacağıq. Yaman deyirlər bu Beyləqan quzusundan. Əslən Beyləqan Tərəkəmə rayonudur. Yəni orada Beyləqanda heyvandarlıq istər iri buynuzlu, istər xırda buynuzlu. Aha. Yəni o sən dediyin quzular da, mallar da Beyləqanda var. Beyləqan qədim şəhərdir. Aha. Köhnə kişilərdən mən eşitmişdim ki, mənim də az yaşım yoxdur. Ha, xeyləm yaşım var. Ha, maşallah. Mən eşitdim ki, Beyləqanın torpağı Kirs deyirlər, Şuşanın Bərdanana gedəndə sol tərəfindədir. Aha. Kirslə bərabərdir.
Beyləqan torpağı Kirslə bərabərdir. Bax, ona görə də Kirs, Beyləqan alçaqda deyil. Kirs Hündürdə. qədər qəlbilikdədir, ona görə də torpağı yaqın kişirindir. Bax, mən bunu köhnə kişilərdən eşitmişəm. Ha, ola bilsin. Amma Bəli. birazdan elə ətin əsas dadına baxanda deyəcəm. Bura Şuşa da yaxındır da, düzdür? Bəli, yaxındır. Nə qədər yol var 86 Şuşaya? kilometrdir. 86 kilometr yaxınlığımızda yerləşir Şuşa. Bəli. Bu yaxınlarda inşallah biz də komandamızdan gedəcəyik Şuşa yeməklərinin dadına baxmağa. Ha, indi kəsə bilirik içəri, yoxsa burada buyurun. bilet sad verməliyik? Buyurun, buyurun. buyurun. Biletləmdir, yoxsa kəsə bilirik? Hoş geldiniz. Bizim elde bu dertliğin ezelem Hürmet ola senem cana sevgilim Bizim elde bu dertliğin ezelem Hürmet ola senem cana sevgilim Görmedim senin kimi, senin kimi Bəh, 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 bəh! Eşk olsun, eşk olsun. Hoş gördük sizi. Necəsiz? Yaxşısınız? Sağ Necəsiz, olun, yaxşısınız? Hoş gelmişsiniz, hoş geldiniz. Çox sağ olun, var olasınız. Qonşusu bu evin sakinisiz. Evin yiyəsi. Ha, evin yəsi. Necəsiz bizdən? Yaxşısınız? Sağ olun, oğlum, hoş geldiniz. Bizim üçün Beyləqana aid nə bişirmisiniz? Beyləqan haşlaması, beyləqan ətini. Yəni bu Beyləqanın o əti onsuz dillər əzbəridir də. Hə. O haşlama. Beyləqan haşlaması. Sonra Beyləqan aşı. o aş bizim o başqa aşlardan nədə fərqlənir ki? Fərqli odur ki, lobiyalı biz maş deyirik, ona görə dadlı olur. Lobyalı nəli? Maş deyirik biz. O maş nə? Qaragöz, qaragöz maş. Hə, lobya növüdür. Hə, qaragöz maş. Bu da, hə, qarasıdır. Aha. Hə, bu da qarasıdır. Ay vay, buna bax. Bu da 100% buranın o heyvanın yağıdır. Hə, aysın, hə. Bu da pilovdur. Ha, bu da pilovumuzların o qara gözlə olan Qara pilovumuz. gözlə olan plovumuz. Hər dəfə biz rayonlarda çəkiliş edəndə oranın ən belə bir dənə məşhur yeməyi olur da. Necəm ki, Şəkinin də bir çox yeməkləri var, amma ən məşhur pitisidir. Buranın da, Beyləqanın da məşhur yeməkləri var. Amma kababı quzusuna görə işte bir nömrədə kabab yemək istəyəndə deyirlər ki, qardaş ən yaxşı kabab Beyləqan quzusundan olur. Amma bir dənə də başqa bir yemək var burada. O beyinlə bağlıdır nəsə. Bağır beyin. Bağır beyin. Bu bağır. Bilmirəm indi siz zonada var yoxsa yox. Məsələn mənim böyüdüyüm zonada bağır adında adam da olub. O siz dediğiniz Ha, o yemek bak budur. bu. Bəli. Bağır beyin. Niyə görə bağır beyin? Onun hazırlandığına göre. Yani Yox, onu ilk dəfə bağır adlı adam hazırlayıb öz adını Yo verir. yo yo. Bağır adlı adam hazırlamayıb. Deməli bura qarışır. Aha. Quzunun beyni, Aha. quzunun quyruğu, bir də quzunun bağırı. Quzunun bağırı bunun harası? Qaraciyər. Ha. Quzunun qaraciyəri. Yazıq, o məhv elədi də dayım orada. Onun Ha. Onun Tamam, deməli onun bu yazığın beynin, quyruğunu, ciyərini. ciyərini qarışdırırsan bir-birinə. Yəni o maşında indi çəkilir. Aha. Qarışdırılır. Birlikdə bax belə bir xalodlu zakuşka hazırlanır. Rus demişkən. Deməli bu bağır beyin isti O- yemək deyil. Xeyr, xalodlu. Rus demişkən, yəni soyuq yeməkdir. Soyuq yeməkdir. Ha. İsti yemək kimi bir Yo, yo, yo. təsəvvür eləmişdim. Yox, ancaq bu soyuq yemək kimi süfrəyə verilir. Ay, yeyəcəm, Birinci. elə şey olar. Yeyəcəm, onun dadına baxacam. Sadəcə bunun tarixini öyrənmək istedim ki, bunun bağırla nə əlaqəsi var? Yox, o hazırlandığı məhsula görə. Yaqub müəllim, mən nəyi soruşacaqdım? Bax, bu bağır beyin ümumiyyətlə qonşu rayonlarda, nə bilim, şimal tərəfdə, cənub tərəfdə, mən cənubda eşitməmişəm belə yemək. Var başqa yerlərdə yoxsa? Bəli, qonşu rayonlarda İmişlidə, Ağcabədidə, ümumiyyətlə Bərdə rayonunda bu məhsullar var.
Bu əsasən tərəkəmə yeməyidir. Əsas tərəkəmə yeməyidir. Hardakı tərəkəmə var, orada bağır beyin var. Bu quzu illərdir kəsilir də, bunun kababın yeri, nə bilim, bolamasının yeri. Amma inandırım sizi, bəlkə də o qədər ona təsir eləmir o quzuya, qoyuna. O qoyun bilsə ki, ümumiyyətlə başa düşə bilsə ki, nə baxsa, onun ciyəri ilə onun beynini qarışdırırlar. Vallahi o özü öz nəslini kəsər. Daha bir şey əmələ gəlməz. Yox, elə deyil. İndi mən bir dənə onun dadına qoy baxım. Bax. Görüm, nətərdir bu? Ha. Aha. Soyuq qəlyan altı. Var soyuq qalyan Təzyiqin olsun. yoxdur ki, təzyiq. Ha? Təzyiq. Balaca olur arada. Aa, təzyiq qaldırır. Limondan istifadə eləyərsən. Güclü yemək də qüvvəlidir. Sən dediyin məhsul var onun içində. Yaxşı bax. Amma düzdür, ha, bu təzyiq qaldıra bilər. Çünki içində beyin, quyruq, ciyər, hamısı elə şeylərdir ki. Şu da gör də. Şu da bunun Ha, üç məhsul. yem hər ehtimalsın uşaqlar gedəndə bir limonzad götürək. Hə. Ya təzyiq dərmanı. Ya. Nuş olsun, nuş olsun. Nuş olsun. Amma sənə deyim, hani biz bütün gün quzunun ətini girmişik, elə bu əti əhərladım. Bunun beynini aparlaymışıq. Özüm, bunun dadından hiss edirəm ki, özü bu savadlı qoyun oxşur, bunun beyni daha yaxşıdır. Çox dad. Ha? Qoyunun savadı şurada. Nədə? Bu 100% onun tanışıdır ha. Narahat da ona görə. Sən bu dəqiqə səni kəsib yeyəcəm ha. Yox, onlar ətini yeməli deyil. Qardım. Çox əladır. Bağır beyin. Yeməklər şaha. Ya müəllim, Bəli. bağır beyin o qədər ləzzət elədi mənə. Bundan bir tikə də Çox xoşdur, ye. Amma təzyiqiniz gözləyir. Yüngül biraz başımda ağrır. Hiss Siz edirəm. eləyirsiniz, alça ye. Nə yesəm? Göycə. Göyçə. Göycə. Bu tərziyi salar məncə. Bəli. Əlimə nə düşür yeyirəm hamısını. Bunun yeri hardadır? Orada. Bağda. Oralarda. Mümkün gəlmirən orada dayaq. Ben biraz yedim, biraz təzyiqim qalxdı yüngül. Bir dənə orada dayım qoy bir dənə. Ana. Bunlar göycədir, onlar alçaq. Oo, bəh, buna bax, qəşəng. Sən bu göycələrə bax. Qəşəng, ha? Buna bax. Özümü saxlayamadım. Saxlamadın? Hala bu daldakına bax hala. Aa, yeriz məlum. Bu il nübar eləməmişdim. Bağır beynin üstündən yaxşı oldu bu. Təzyiq üstündə əla olar. Bugün mama gel bizə gəlir. Onun üçün də qəşəng süfrə açmalıyam. Ona görə də nə edirik? Qəşəng bazarlıq eləməliyik. Ana görə nə etməliyik? Qəşəng bazarlıq eləməliyik. Qəşəng maması gəlir bunun. Yaxşı, mənim mamam gələndə niyə çöldən dönər sifariş verirsən, ha? Yaxşı, araya söz qatma. Axşam aş bişirməliyəm, toyuq qızartmalıyam, salat hazırlamalıyam. Hələ çay süfrəsi də ayrıca Bir olmalıdır. dəqiqə deyən. Nəsə sənin bazarlığın biraz çox oldu ya. Amma nə yaxşı ki, oba var. İndi oba hardan tapaq? Girirsən Oba Plus tətbiqinə, ən yaxın obanı seçirsən. Bu yaxınlığımızdaymış ki. Yaxşı. Getdik. Çox da şeir yəmirəm, ev qaynanamın adladı.
Stajyer, aşpaz. Burada hardasa işləyirsiniz, yoxsa elə belə xeyir işlər olanda gedirsiniz, pişir düşür? Yox, xeyir işlər olanda gedir işte. Beyləqan bütün xeyir işlərini. Bəli. Lap əla. Özüm Beyləqan verir. Özü də buralısınız. Bəli. Beyləqan da, Bəli. Beyləqan da kablarına söz olanmaz. Bu indi Beyləqanda böyümüş quzun ətidir. Bəli. Sayad bibi, bu balacalar nəvələrdir yəqin. Hə, nəvələr. Nəvələrdir. Allah sizə də qismət eləsin. Amin inşallah. Amin. Sən nəvə olmasan? Yox, mən oğlam, nəvə deyil. Oğul. Hə. Baxıram ki, balaca uşaqlar var. Mən də uşaqlar görən kimi deyirlər ki, əmi, bizim sırtlarımı oxuyarsan. Bu İndişka da bizə imkan vermədi söhbət eləməyi. Onu aynı otur. Onlara dedim ki, söz verim ki, oxuyacağım. Birazdan cırtdanımı da oxuyacağım. Asməlim, qaqaş bayaqları mənə 3 dənə göyçə alçası verdi. Yaxınlaşdı ki, sənə alça verdiyim qardaş, sən də bir dənə bizə cırtdanımı oxu. Mən sənin üçün divan, sən mənim cırtdanım. Pərvanən olum mən, başıva fırlanım. Mən sənin üçün divan, sən mənim cırtdanım. Pərvanən olum mən, başıva fırlanım. Sənsiz həyat eşkim, elə bil sönübdü. Səninlə bir ömür, nağla dönübdü. Gözümün nuru sən, ürəyim canımsan. Sən mənim sevimli nağıl qəhrəmanımsan. Cırt cırt cırtdanım, tıçımı cırtdanım. Gəl mənə nazməqə, sev məni cırtdanım. Cırt cırt cırtdanım, tıçımı cırtdanım. Gəl mənə nazməqə, sev məni cırtdanım. Beyləqan quzusu. Bəli, Beyləqan, tərəkəmə quzusu. Çıxardı onunla bir dənəsini yiyə bir dadına baxaq da, görüm nə var, nə yox burada. Bu yağından da qoydu mənə. Çox şey eləmə ki, sonra təzim zadım qalxmasın da. Bağır beyində bir tərəfdən yemişəm. Bunu. Alça yeyərsən də. Ha? Göycə yeyərsən təzyiqiniz yenə. Düşər yenə. Baxım bir dənə bunun dadına. Buna bu hala da qaynayır buna bu. Gələn səfər gələndə ləvəngi gətirərsən, biz də onun dadına baxarıq da, görək nətərdir. Mənim sənə bir dənə ləvəngi borcum olsun. Gələn səfər mən də sənə bir quzu kəsərəm. İnşallah. Mənim də bir quzu borcum olsun. Bu ətə adviyyat, maddiyyat qatmaq lazım deyil. Bu elə bir şey. Bu ətin hər bir şeyi var da. Operator yeməyəcək bunu. Ha? Operator. Sənədin axsaqdan mənim qeydimə qaldı. Allah canın sağ eləsin bu kişini. Gör nə gözəl insandır. Deyir ki, bu operator yeməyəcək, bu öldü ağzından bu yazdı. Bu operator hamından çox yedi. O bizdən qabaq gəlib bəlkə bir dənə şişə çəkib yeyib. Buyur qardaş. O ikimizdən qarın qozu. Ora bax.
Ay, sağ ol. Necə gedir? Bundan sonra kebab yeməyə Beyləqana gəlmək lazımdır. Canımsın deyirəm. Yandı, yandı, yandı. Deməli, quyruğu qoydum bu ətin üstünə yedim. İndi orada qardaş bir dənə də mənim üçün düzəltdi. Quyruq qoyub kartoşkanın üstünə. Bunu da yeyəcəm, bunu da yeyim. Çox yemə, təzyiqin qalxacaq. Hı? Təzyiqin qalxacaq, çox yemə. Ver mən yiyeyim. Hə yox, deyirlər, Beyləqan quzusunun quyruğu təzyiq qaldırmır. Alçadan ye, alçadan ye. Gel sudan da iç, sudan da iç. İç suyu. Oyda, Ye başım alçadan, partlayır, ye başım alçadan. partlayır. Sənə dedim o quyruğu az yedi, hə? Və dedilər, Beyləqan quzusunun quyruğu o qədər təzyiq qaldırmır axı. Hə, bir dənəsini deyirlər, sən bütün manqalı yedin. Yer lazım. Yer lazım, quyruq mən bitər elə Ye dağılsın. alçadan ye. Nə oldu? Nə oldu sənə? Ne oldu? Yer Ne oldu? lazım. Ne oldu abi? Yerliyim Ne oldu mən, istedin? daymalı. Ne oldu abi? Quyruq mən bitər elə Ne yeliyim oldu mən. istedin? Ne oldu abi şimdi? Beyləqan xaşlaması. Bibi, bunun dadına baxaq da canınız ağrımasın. Ay anam 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 geceler uyuyamam ay aman ay amanam. Doğrudan da bunu görüp yemesem gece uyuyamam. Nuş olsun, nuş olsun. Ha, bak. Bu Beyləqan xaşlamasının dadına gedəm orada bir güşə qurmuşuq. Orada yeyib dadına baxacam. Hə bibi? Zəhmət çəkin, aparın, oturun nuş eləyin orada. Nuş olsun. Əlbəttə ki, nə olmasın. Aparım. Sağ olun bibi, sağ olun. Sağ olun, nuş olsun. Şamız həmişə xeyir işlərdə, sağ olun. Xeyr, işte qızdıq olasan. Xeyir işlərdə, sağ olun. Bir də bu başlasın. Eləməyə. Bax sən də kəsib o beləsə bozart verib yeyəcəm. Hə? Get! Yürü! Səhərdən beynimi xarab elədi bu boyuqlar, hinduşkaları. İmkan vermirlər ya yeməyimizi yeyək. Buna bax, bunlara bax. Sən bu qırmızı pipilərə bax. Bunlara bax. Sən o qış olaydı da. Bir dabandan qar olaydı. Sizi bilirsən necə kəsib yerdim. Bunlar qışda yeməli olur axı, o qar dəyəndə, hə? Beynimi xarab eləsin, bu yayın günündə kəsib yeyəcəm sizi ya. Beyləqan quzusunun xaşlamasıdır. Xaşlaması. Bəli, nuşcan. Xaşlama, Beyləqan xaşlaması. Yeriz məlum. Nuşcan. Ne güzeldik bahar, dağında günüş var. Ha, bir de onun tadına bakın. Puh, nerede? Müşfiq müəllim, Hı. xahiş edirəm, tam səmimi. Deyilmişkən var yoxsa yox? Beyləqan quzusunun adı kimi, dadı da var yoxsa yox? Tam səmimi xahiş edirəm. Tam səmimi
Məndən soruşana qədər gör buna nə sümük qaldı burada. Belə bir şey deyim də, bu əti şəhərdə də yəni satırlar. Beyləqan, Ağcabədi, Bərdə quzularının ətini. Amma bir şey var da, bu əti tanıyan da var, tanımayan da var. Məsələn, biz şəhərdə ətlə bir sifariş verəndə buğlama mı deyim, kebab mı deyim, soruşursan ki, bu ət hardan gəlir? Deyir, mənim qardaşım, hardan gələcək? Beyləqandan, Ağcabədidən, əsl oranın otlarını yemiş bu, aranda böyümüş quzudur bu. Sən də onu bəhbəhlə yeyirsən. Amma o hər dəfə olmur ha, deyim sizə. Gəlib Beyləqanın özündə yeyəndə bu əti, onda bilirsən ki, vay vay vay, keçən dəfə restoranda verilən ət bu ətdən deyil. Nə olur onda? Deməli, kimsə səni yüngür qulaqlayıb. Yəni, başqa bir əti, elə Beyləqan əti adı ilə təklif edib sənə yemisən, bir dəfə buralarda yesəz, bu ətin dadını bilsəz, ondan sonra heç kim sizə yəni, kələ gələ bilməyəcək. Yəni, bir sözlə deyim ki, yəni, əla. Əla, biz həmişə yemişik, Beyləqan rayonunda yaşayırıq biz, ağzımızın dadını bilirik. Arzu edirik, siz də həmişə Beyləqan əti yeyəsiniz. İnşallah. Bir gün belənsinə. Sakinləri də İnşallah. Beyləqan əti yesin, çünki məşhurdur. Məşhurdur. Deyilmişkəndə var. Yəqin ki, burada fermalar var da. Bəli, var. O fermada o tərəkəmə sayağı, düzdür, bu da elə həmin şeydir, söz yox. Bəli. O fermada da onu bildiyim qədər onu ocaq üstündə qəşəng quzunu orada kəsirlər, sırf fermanın içində bişirirlər. Onun da dadı bir başqa bir aləm olur da. Onun da özünə məxsus dadı var, ora əlavələr. Bir gün deyirəm bəlkə dəvət edəsi o ferma da belənsə bir qırğın. Nə vaxt desəniz, qulluğunuzdayıq. İnşallah. Gələcək bir gün də fermada. Fermada. Qəşəng bir quzu buğulaması eləyərik orada. Eləyərik. Haşlaması. Tərəkəmə sayağı, tərəkəmə sayağı. Cəbim. Sağırdan əsəblərini oynayıram. Kəsilməyə gəl. Sən sənin baba bu istidə kəsib yeyəcəm ha. Mama ağzıma yiyir o. Dayandı. Daha ona baş koşmayın. Heç nə deməyəcəm. İte bir şey kalmadı. Ha? İte bir şey kalmadı. İt yatını nasıl istəyirsən? İliyinə kimi sümürdüm ona bax. Heç nə qalmadı. Nə? İliyinə kimi sümürdüm. Da üzürü saçansam. İnşallah Müşfiq müəllim iştahlı yedi, maşallah. Gələn dəfə çəkilişə qədər siz normalınızı yediniz. Firmada olan çəkilişə qədər siz yediniz polnu. Qardaşım, mən belə güclü yeyən deyirəm. Mən əlimdə sürüsümük. Mən gördün yemək, mən yeyirəm yemək. Az qala məni yeyəsiz. Səni yeyəm. Yeməyi ye. Yeməyi ye. Az qala bunu yeyəm, yox. Bozartma üstündən kənd kompotunda için daha alımçanın zaten kömək olmayacaq. Ha, qoy. Limonun da kömək olmayacaq. Ha. İndi bir dənə o kompotu da içsəsəm, sonra deyəsən ki, Nuş olsun. bir dənə qalıb mənə yeyəsən. Uşaq mənim ağzımı güdürüb ayaqda, imkan vermir yəni. Hı? Saxlamağa da qalsın. Hay yat onun ha, deyir saxla biraz mənə da qalsın. İç dediyinə baxma, iç. Var o da, tokan biri orada götürsüz de ha. Oo.
Bibi, Allah canınızı sağ eləsin. Çox sağ olun. Vallahi başım. çox dadlıydı ya. Sağ olun. Çox dadlıydı. Sağ olun. Demək bayaqları əvvəldə də dedim, bizim Bayram qardaşımız, biz düzdür o qədər tanış deyilik, amma biz tanışlığı belə yaradırıq da. Hansısa bir bölgəmizə, rayonumuza, kəndimizə çəkilişə gedəndə orada bizi həmin ailənin yaxınları, dostları, tanışları, başqa bir rayondan olan dostları, tanışları deyir ki, mən sizi öz kəndimizə də dəvət edəcəm. İnşallah gələrsiniz, bizim də qəşəng yeməklərimiz olur. Bax hələ bu qardaşımız da, Bayram qardaş da bizi dəvət elədi Beyləqana. Və bu gözəl insanın, bu gözəl kişinin Asım müəllimin evinə. Çox xoş gəldin. Allah sizi var eləsin, Allah sizi canı sağ eləsin. Və qardaşımızla sən musiqi ilə məşğulsan. Qarman ifaçısıyam. Qarman, Sizə var olun. gözəl qardaşımız. Gözəl səsə malik olan vilayət qardaşımız, vilayət Beyləqanlı. Ha, maşallah. Təşəkkür edirəm. Sinzatədə də real qardaşımız Füzuli elindən gəlibdir. Real eşq olsun. Sağ ol. Sənin də elə maşallah bayaqdan görürəm dağıdırsan sinzatırı. Allah razı olsun. Öpürəm qardaşım. Ha, inşallah bir dənə dedim ki, bu yemək arasında biraz yüngül həzmə vermək üçün Asakal nə məsləhət görsən? Oynama. Ancaq oynama. Ancaq öpürəm, Allah sizə... Vilayət müəllim gözəl sənətkardır. Ha, Allah Bu kətdəndir, bu elin oğludur, bu kəndin oğludur. Ha, İmamberdilər kəndinəsiz. Çox sağ olun. Respublika səviyyəli bir xanəndədir bu kişi. Ha, Allah ömür versin. Sağ olun. Amma bu kişi deyəsən Füzulidən qonaq gəlib. Ha, elə qonşu rayonda Füzuli. Ha, real qardaşımız. Ha, indi Getdi. əmican nə deyəcək, onu da indi onun sövqünü sən bilirsən də. Elə kəndimizə gəlmisiniz, elə kəndimiz mahnısı ilə sizləri rəqsə dəvət edirik. Həla, həla, həla. Xaçtabanın üstündən bir də belə. Yoldaşlar boşun üstüne, bahar günlerinde kal kendimi. Güllü yaylaların meyve bağları, güllü yaylaların meyve bağları. Ne şeylere gözüldü kendim, hep bir yanı gösterdi kendim. Kendimiz, kendimiz, kendim, kendimiz, kendimiz, kendim. Ne şeylere gözüldü kendim. Ləzzət biskvit və şokolad fabrikinin Çayka məhsulları. Çaykadan uzun uzadı danışmağa ehtiyac yoxdur. Çaykanı alıb dadına baxmaq lazımdır. Ümumiyyətlə deyim ki, çaykanı çaysız təsəvvür eləmək mümkündür. Bir çay ver içim mən, bir çay ver içim mən. Çaykanın möhtəşəm dadlı şirniyyatları var. Kuraviyələr, piçeniyalar, hələ vafilləri, fıstıqlı, qaymaqlı, kakaolu, karamelli, bitməz, tükənməz qədər. Bir dənə südlü vafilin dadına baxın. Bağışlayın, şəkil çəkdirmək olar sizlə. Əlbəttə olar. İnşallah bir dənə səbirli olun. Hə, gəlin biz də gəlin. çəkiliş edirik. Gəlin inşallah, gəlin. Keçin siz. Gəl. Həla. Sağ olun, sağ olun, sağ olun. Sağ olun, sağ olun. Sağ olun, sağ olun. Özdən müğayət olun, Sağ olun, siz də sağ olun. Hə, uşaqlar, başlayaq. Demək, bu vafillər ana, uşaqlar apardı. Yaşamazda reklama bir ikisini saxlayardınızsa uşaqlar. Hə, deməli, əziz dostlar, indi evdə qonaq olandan sonra, biraz açılışandan sonra, deyib girəndən sonra, tanışlıq eləyəndən sonra
Hər şeyi adam yavaş-yavaş öyrənir. Deməli bizim bu gözəl ağsaqqalımız, əmimiz Asif dayı əslən Laçındandır. Adın çəkəndə adamın ürəyi titrir. Çünki illərdir biz oraları görmək istəmişik, qayıtmaq istəmişik. Şükür Allaha bugün yəni qayıtmışıq. Demək siz əslən Laçınlısınız, köçkün kimi gəlmisiniz də Beyləqana. Beyləqanda yaşamısınız. Malıbəy kəndindən. Malıbəy kəndindən. 1992-ci ildə biz pərən-pərən düşdük. Amma biz elə bir ki, öz yerimizdə, yurdumuzda yaşadıq. Heç özümüzü köçkün kimi, falan kimi hiss eləmədik. Ona görə ki, biz elə Münöyrədən bu Bərdədir, Ağcabədi, İmişli, Beyləqan bu rayonlardan elə həm söhbət olmuşuq. Dağaran, qonşu olmuşuq, dost olmuşuq, kirv olmuşuq. Ona görə biz hiss eləmədik ki, biz hardasa qaçqınıq falan. Amma çox şükürlər olsun ki, Bəli, bugün torpaqlarımız bizdədir. azaddır. Bəli. Azad yerimizi, yurdumuzu. Əladır, hər şey əladır. Asmən, mən nə soruşacağım? Mən bildiyim qədər Laçın da heyvandarlıqla məşğul olub da. Bəli, Laçında yaşayan insanların əksəriyyəti bu heyvandarlıqla məşğul olub. Düzdür. Elə yəqin ki, elə oranda quzuları bu Beyləqanı Beyləqan quzusu kimidir. dadlı olub. Oralar da belə dağ, meşələr, gözəl yerlərdir. Gedib çıxa bilməmişik. Amma inşallah Allah qismət eləsə bizə Gələsiniz. Kəlbəcərə planımız var. Sonra inşallah qismət olsun Xankəndiyə, Hadruta, Laçına. Laçında yaşayış var. Bizim kənddə yoxdur hələ, amma Laçının bir neçə kəndində, rayonun özündə gözəl yaşayış var. Yaşayış var. Bəli. İnşallah Allah bizə qismət eləsin. İnşallah biz də o gözəl torpaqları gedib bir gəzək. Amma deyim ki, sən süftə eləmişik ha. Cəbrayılın Horovlu kəndinə getdik. Cəbrayılda. Cəbrayılınız bu. Siz də Cəbrayıllısınız. Vay vay nə gözəl. Qarabağlılar da hamısı burada. Bəs sizlər yavaş-yavaş bayaqdan deyirəm ki Bacanaqsınız siz. Bəs sizlər? Mən Beyləqanlıyam. Bir də yeməyimiz qalıb. Şah yeməklərindən biri, bir yeməyimiz qalıb. Beyləqanın pilovunu yeyəcəyindi. Pilovun da dadına bax, Beyləqan pilovunun. Bu uşaq məni necə qaralayıb. Nəyə baxdın? Nə olub? Yeməyim indi. Müşfiq əmi, üstündən qazı suyu iç, həzm olsun da partlayacaqsan yoxsa. Çox gözəl. Canımsın bu uşaq mənlə yola etmir ya. Bəh, nəhayət. Bu bizim, bu bizim həm Beyləqan, həm Laçın, ümumiyyətlə də yəni bu zonanın aşı. Qaragöz lobyalı aşı. Ha, Qaragöz yadına çıxmışdı. Qaragöz lobyalı aşı. Qəşəng. Qazmağından da qoy. Bə, qazmağına babının, qazmağına. Və bunun aşkarası. Bu da bunun ləzzəti. Çox yağlı. Aha. Deməli bu zona bunu bu formada yeyirlər. Hə, Bu formada. Ha, Asim müəllim, nə yedik, nə içdik? Siz də halal eləyin. Yəqin ki, halal eləyirsiniz. Allah xoşunuz olsun. Öpürəm sizi. Qədəmləriniz mübarək olsun. Öpürəm, var olasınız. Bibi, siz də sağ olun. Siz də xoş gəlmisiniz. Nəvələrinizin Qapımız İnşallah- həmişə açıqdır. var olasın bibicən. İnşallah nəvələrinizin toyunda. Sağ olun. Ha, bir dənə bu, belə deyim də, Beyləqan aşı, amma ümumilikdə belə Qarabağ aşı deyə bilərik də. Sizə xidmət edeyim. Ay, estağfurullah, mən sizə xidmət edeyim. Yox. Mən də sizə qulluq edeyim də. Çox sağ olun. Qəşəng, xurmalı, murmalı. Bu çox dadlı aşa oxşayır. Operator yenə qırat, kənarda. Yenə də fikirləşir deyir operator. Ada, valla sizin ürəyinizə quzu kəsərəm, özdə Beyləqan quzusu. Düz siz bizim operatorumuzu düşünürsünüz, amma heç narahat olmayın. Çünki bizim operator yəni hamıdan birinci özünü düşünür. Bir dənə baxın, görün orada vəziyyətə.
Gördünüz yəni vəziyyəti. Adam birbaşa qazandan yeyir. Yəni narahat olmayın. Yəni bizim üçün narahat olmayın. Onlar bir yol tapıb yeyəcəklər. Heç narahatım. Əsas biz yeyib dadlamaq. Bu gözəl beyləqan aşını. Oy oy. Gözəl. Pilov hər yerdə bişir. Cənubda da, şimalda da, qərbdə də hər yerdə bişir də. Düzdür, indi Hindistan düyüsü var, nə bilim, bizim öz yerli düyümüz var, nə bilim, İran düyüsü var, Türk düyüsü var. Hər yerdə başqa bir fərqli dadda bişir. Mən indi bunun da bir fərqli dadı var. Aşqara da düzdür, ona belə maraqlı dad verir. Biraz şirinləşib. Allah. Ləzzət verən lobiyadır. Buna lobiyalaşdırıyorlar. Bizim məşhur. Qara göz boy boy boy, qara göz boy boy. Bunu beləncə qatdalayıb, içində də lobiyası. Belə yemək lazımdır loğman. Mən gedim qazan dibindən. Girdin qazana yenə. Buna baxın. Anama deyin. Evə gəlmirəm. Çox dadlıdır. Hələ həmişə süfrəniz bol olsun, dolu olsun. Öpürəm sizi, bağrıma basıram. İnşallah nəvələrinizin, nəticələrinizin toyunda, bayramlarda yığışaq bu həyata. İnşallah. Bibim. Sağ olun. Bibim, Can. siz belə alış-verişə hardan edirsiniz? Hansı mağazadan? Marketlərdən, Obada. Oba marketdən. Bəli. Bu hədiyələrimizdir. Hədiyələrimizdir. Burada obanın yuyucu vasitələri var. Qalıb qabları yuya bilərik biz uşaqlarla hamımız. Özümüz yuyacaq. Özünüz yuyasınız ha, yaxşındır. Və bizim növbəti sponsorumuz dadlı, ləzzətli. Yəni çayı bu şirniyyətsiz təsəvvür eləyəmirəm mən. Çayka şirniyyətləri gətir. Bibi burada bax, qaymaqlı, fındıqlı, ürəyiz istəyən vafillər var. Özdə baxıram ki, nəvələr də çoxdur. Hamısı bəyənəcək. Nuş eləyin, sağ olun, bir daha var olun. Beyləqanda sizdən görüşməyimə şad oldum. Xoş gəlmişsiniz. Allah canınızı sağ eləsin. Var olasınız, sizi tanımağa şad oldum. İnşallah Laçında. Laçında görüşərik. Laçında, inşallah. Sponsorlar: Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları.